2012-ci ildə qədim Gəncə şəhəri Azərbaycanın gənclər paytaxtı seçildi. Elə həmin il gənclərin fəallığı və təşəbbüsü ilə Gəncə şəhərində Odlar Yurdu, Gənclər İctimai Birliyini təsis etdik və fəaliyyətə başladıq. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gənclərə sosial şəbəkələrdən düzgün istifadə haqqında tövsiyəsini nəzərə alaraq, sosial şəbəkələrdə Azərbaycan adlı ilk layihəmizi həyata keçirtdik. Hər zaman Azərbaycan gənclər siyasətinin prioritetlərini dəstəkləyərək strategiyamızı 5 əsas istiqamət, könüllülük, intellektual inkişaf, ətraf mühitin qorunması, aktiv vətəndaşlıq, vətənpərvərlik istiqamətlərinə uyğun qurduq. Könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği məqsədi ilə könüllülüyə çağırış, könüllüsən layihələri, uğurlu başlanğıc, könüllülüyə gedən yol seminarlarını təşkil etdik. Azərbaycan Könüllülük Xidməti proqramında iştirak edərək, könüllülərin ölkədaxili mübadiləsini həyata keçirmək üçün akreditasiya sertifikatını qazandıq. Avropa Könüllülük Xidmətinin akreditasiyası sertifikatını almağa müəssər olduq. Bugün Odlar Yurdu bu sertifikatı əldə etmiş ən gənc gənclər təşkilatıdır. Yeniyetmə və gənclərin intellektual inkişafı, dünya görüşünün zənginləşməsinə xidmət etmək üçün Fərdi İnkişaf Akademiyası, məktəblər arası birinci intellekt kuboku kimi layihələri, nə, harada, nə zaman, mən Azərbaycanlıyam kimi çox sayda intellektual oyunları təşkil etdik. Gəncləri dəfələrlə tanınmış simalarla görüşdürdük. Ətraf mühitin qorunmasında gənclərin rolunu artırmaq üçün Gənclər Ətraf Mühitin Mühafizəsində, Ətraf Mühit və Mən layihələrini təşkil etdik. Müasir dövlətin fəal vətəndaşlarının yetişdirilməsinə töhfə vermək üçün Media Məktəbi 1, Turizm İnkişafı və Gənclər, Sosial İş, Cəmiyyətin İnkişafı, birinci forumu, Hamımız Birimiz üçün, Sağlam 5 gün, Media Məktəbi 2, Gəncə in Action, Heydər Əliyev Kuboku 2014 layihələrini uğurla həyata keçirtdik. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, dünyanın ən böyük canlı imzasını çəkdik. Onun yoluyla irəliləyərək Heydər zirvəsindən vətənimizi seyr etdik. Əlamətdar hadisələr, tarixi günlər, qan yaddaşımıza aid müxtəlif dəyirmi masa, görüş və aksiyaları təşkil etdik. Nizami Yurdunun 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilməsində yaxından iştirak etdik. İtaliya, Norveç, Rumıniya, Macaristan, Türkiyə, Yunanistan, Ukrayna, Sloveniya, Gürcüstan, Balqaristan, Belçika, Xorvatiyada keçirilən layihələrin tərəfdaşı olduq. 4 il ərzində beynəlxalq arenada Azərbaycanın maraqlarını təmsil etmək üçün mühüm əməkdaşlıq əlaqələrinin qurulmasına nail olduq. Azərbaycanı, onun zəngin mədəniyyəti və maraqlarını təmsil etdik. Gəncə 2016 Avropalı gənc yazarların hekayələrində incəsənət və idman əl-ələ, beynəlxalq layihələri ilə Gəncə 2016 Avropa Gənclər Paytaxtı layihəsinə töhfə verdik. Fəaliyyətimizin müxtəlif mərhələlərində ən yaxşıların sırasında olduq. Almaq Fərdi İnkişaf jurnalı ilk ilin qeyri-hökumət təşkilatı mükafatını bizə təqdim etdi. The First milli mükafatına layiq görülən ilk gənclər təşkilatı da biz olduq. Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci il 2 fevral Gənclər günündə təltif olunduq. Bu illər ərzində fəaliyyətimizə aid 81 xəbər yerli və beynəlxalq mətbuatda 769 dəfə işıqlandırıldı və 1.629.041 dəfə oxundu. Təşkilatın fəaliyyəti yerli televiziyalar tərəfindən 58 dəfə işıqlandırıldı. Facebook səhifəmizdə məlumatlar 221.470 dəfə oxundu, 17.650 dəfə paylaşıldı və nəhayət 4 il ərzində 7000-ə yaxın gəncin iştirakı ilə 16 beynəlxalq layihənin tərəfdaşı olub, 17 yerli layihə, ümumilikdə 84 təlim, seminar, görüş, aksiya həyata keçirməyi bacardıq. Bütün fəaliyyətimiz boyu gənclərin və tərəfdaşlarımızın dəstəyini arxalandıq. Bugün 4 yaşımızda göstərdiyiniz etimada və dəstəyə görə sizə təşəkkür edirik.